Brend geyimlər niyə bu qədər bahadır? Brend geyimin qiyməti yalnız parça, sap və gözəl etiketdən ibarət deyil. Bu qiymətə dizaynerlərin işi, ideyanın hazırlanması, biçim və qəliblərin hazırlanması, istehsal prosesi, fotosessiyalar, dəfilələr, butiklərin saxlanılması, qablaşdırma, xidmət və əlbəttə ki, brendin adı daxildir. Bəzən siz həqiqətən uzun müddət üzərində işlənmiş, mürəkkəb hazırlanmış bir məhsula görə ödəniş edirsiniz. Bəzən isə daha çox status və müəyyən bir dünyaya aid olmaq hissinə görə pul ödəyirsiniz. Amma bahalı olmaq hər zaman ideal olmaq demək deyil. Brend məhsul həqiqətən yüksək keyfiyyətli də ola bilər. Sadəcə uğurlu marketinq sayəsində baha satılan bir məhsuldur. Buna görə əsas sual bu nə qədərdir yox, mən niyə görə pul ödəyirəm olmalıdır. Əgər geyim sizə yaxşı oturursa, uzun müddət istifadə olunur, qarderobunuza rahat uyğunlaşır və onun dəfələrlə geyinəcəyinizi bilirsinizsə, onun qiyməti daha məntiqli görünür. Əgər məqsəd yalnız logoya görə alış-veriş etməkdirsə, brendin yaratdığı təsir ilk geyimdən sonra çox vaxt yox olur.